Kanala like atıp abone olmağı unutmayın. Bunları edin ki yeni videolar gelsin ve zəngi açın ki yeni videolardan xəbərdar olun. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtın bir sıra ərazilərində təmir təftiş və yenidən qurma işləri aparılacaq. Azərişıq asistan oxuyur. Azra bildirilib ki, Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsinin Betsi ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov və Vasif Əliyev küçələrinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Nərimanov Betsinə daxil olan Aşıq Alı və Yəhya Bakılı küçələrinin bəzi hissələrində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq. Saat 10:00-dan 16:00-dək Suraxanı rayonunun Hövsan bağları, kondisioner bağları və Hövsan-Türkan yolu bağlar yaşayış massivlərinin bir hissəsində də elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin Etsi ərazisində 6 kulluq asfalt zavod hava xəttində aparılacaq yenidən qurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Qoca Sənsədərək yolunun sağ və sol hissələrində elektrik enerjisinin verilişində fasilə olacaq. Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.